səbəb olurlar. Kimin toyunda ana segahı oxunmuyor? Adəmlə Həvvanın. Allahın peyğəmbərinə mi istehza edirsiniz? O kimdir ki, nənəsi onu gülərək çağırır? Yahya. Yahya eləmir. Yenə Allahın peyğəmbərinə mi istehza edirsiniz? Hansı ki o Allah buyurur: "Ey Zəkəriya, biz səni Yahya adlı bir oğulla müjdələyirik." Bundan əvvəl bu adı heç kimə verməmişik. Şəxsən Allah tərəfindən verilmiş bir adla istehza. Müğənni Dua Lipa'nın atası. Qızı universitetə daxil olanda nə dedi? Nə dedi? Duam qəbul oldu. Okey, hamımız duam qəbul olundu deyərkən, bunun Rəbbimizə bir müraciət olduğunu bilirik. Rasulullah sallallahu aleyhi və səlləm dua ibadətin özüdür buyurmuş. Allahın şəriətini, dinini boş bir insanın adı ilə sintez edir. Lağlağı mövzusu etmək istehza deyil, nədir biz? Teatral ada hansıdır? Shakespeare Allahı. Yenə Allahın ismini istehza mövzusu etmək. Hansı körpüdən maşın keçmir? Hansı? Sirat körpüsündən. Budur Allahın şiarları, nişanələri ilə istehza etmək. Maşın bilmirəm, amma sən əmin ol, tövbə etməyib bu hal üzrə ölsən, sən 100% o körpünün üzərindən keçə bilməyəcəksən.